Bugünkü gün vacib mövzulardan birinə toxunmaq istəyirəm. Bir valideyn pasiyenti gətirir, yerləşdirir reabilitasiya mərkəzinə və başlayır uşağın müalicəsinə qarışmağa. Bu yəni doğru bir şey deyil. Necə ki siz övladınızı stomatoloqa aparanda, orada durub stomatoloqa qarışmırsınız ki, yəni bu alətlə dişini çəkməyin, o birisi alətlə çəkin və yaxud da bu alətlə nervisini çıxartmayın, o birisi alətlə çıxarın. İstər-istəməz stomatoloqa etibar edirsiniz də, yəni o işin mütəxəssisidir. Həmçinin də övladınızı reabilitasiya mərkəzinə gətirəndə buradakı mütəxəssislərə etibar eləməlisiniz. Yalnız bir halda mütəxəssislər sizdən kömək istəyəndə uşağın problemlərini doğru, dürüst şəkildə bölüşmək lazımdır ki, bəzən elə hallar olur ki, valideyn pasiyentin hər hansısa bir problemini gizlədir və 6 ayın axırında öyrənirik ki, bunun belə bir problemi çıxır ortaya və həmən problemlə biz pasiyenti bayıra buraxa bilmirik. Siz tam rahat ola bilərsiniz ki, sizin və sizin yaxınınızın anonimliyi qorunacaq və bizimlə əlaqə saxlamaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.